bütün xalqımızı təbrik edirəm. Möhtəşəm dəstək oldu bizə. Hər kəsin əməyinə sağlıq. Yəni, çox minnətdaram. Komandanı təbrik edirəm. Çox gözəl qələbə idi. Möhtəşəm oyun göstərdilər. Dünya çempionatının gedişində ən çətin oyunu hansı hesab edirsiniz? Deməzdim ki, hansısa oyun asan da oldu. Amma çox çətin yol keçdik buna qədər. Yəni, belə deyək də konkret. Ən çox həyəcanlandığınız oyun hansı oldu? Rumıniya oldu, İngiltərə oldu, Montenegro oldu. Yəni çətin oyunlarımız çox oldu. Macaristan yığma komandasının finala vəsiqə qazanması sürpriz nəticədir. Onların Avropa çempionu Serbiya yığmasını məğlub etməsindən sonra milli komandanın futbolcularında hər hansı bir narahatçılıq hiss etdinizmi? Xeyr, deməli biz axırıncı dünya çempionatında 3-cü yer uğrunda mübarizədə Macaristana məğlub olmuşdu. 3-1 hesabı ilə. Bu il inşallah ki onun daha yaxşı hazırlaşıb çempion oldu. Qismət bildirəm. Demək olarmı ki, qisas aldınız? Xeyr, qisas deməzdim, bu futboldur. Futbolda qisas yaxşı çıxmaz, amma yəni Macar komandası, milli komandası çox gözəl komandadır, çox möhtəşəm komandadır. Onlar udmağı da bacarırlar. Onları da təbrik edirəm, ikinci yer tutduqlarını edirəm. Dünya çempionu olmaq necə işlərdir? O yaşamaq lazımdır, çox. Möhtəşəm bir şey. Azarkeşlərlə bağlı dünya rekordu qeydə alındı. 7500 tamaşaçı milli komandaya dəstək verdi. Bununla bağlı fikriniz necədir? Hər kəsə minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar, çox əziyyət çəkdilər. Bu 12 gündə bizə böyük dəstək oldular. Hər kəsin əməyinə sağlıq. Çox sağ olun. Çox sağ olun.